Salam dostlar. Bugün də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri yenə də diqqət mərkəzindədir. Səfər davam edir. Səfər çərçivəsində dövlət əhəmiyyətli siyasi və iqtisadi sənədlər imzalandı. İki ölkə arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirildi. Amma mən bu səfərin nəticələri içərisində xüsusi diqqət çəkən bir məqama toxunmaq istəyirəm. Azərbaycan və Özbəkistan əbədi dostluq haqqında müqavilə imzaladılar. Bu adi diplomatik sənəd deyil. Qeyd edim ki, siyasətdə belə bir fikir var. Dövlətlərin daimi dostları olmur, daimi maraqları olur. Amma Azərbaycan və Özbəkistan münasibətlərində biz başqa bir mənzərəni görürük. Çünki burada söhbət yalnız maraqlardan getmir. Burada ortaq tarix, ortaq mədəniyyət, dil yaxınlığı, eyni mənəvi dəyərlər və ən əsası illər ərzində sınaqdan keçmiş qarşılıqlı etimad var. Elə əbədi dostluq haqqında müqavilənin adı da özü çox şey deyir. Amma gəlin bir qədər tarixə nəzər salaq. Sovet İttifaqı dağıldı, 15 ölkə müstəqilliyini elan etdi. Azərbaycanın müstəqilliyinin ilk illərində isə ölkəmiz Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldı və torpaqlarımızın bir hissəsi işğal olundu. Azərbaycanın ən çətin dövrlərindən biri məhz bu illər idi və Özbəkistanın mövqeyi burada xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Ermənistanla diplomatik münasibətlərini qeyd edim ki, 1995-ci ilin sonlarında qurdu. Amma buna baxmayaraq, Özbəkistan hələ də Ermənistanda müstəqil rezident səfirlik açmayıb. Əsas səbəb isə Azərbaycan-Ermənistan münaqişəsi və Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən siyasət oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bundan sonra da Özbəkistan öz dəstəyini nümayiş etdirdi. Füzulidə Özbəkistan tərəfindən inşa edilən Mirzə Ulugbəy adına bir nömrəli tam orta məktəb sadəcə təhsil müəssisəsi deyil. Bu məktəb iki xalq arasında dostluğun, qardaşlığın və Azərbaycanın azad edilmiş ərazilərinə Özbəkistanın verdiyi dəstəyin simvoludur. İndi isə münasibətlər daha yüksək mərhələyə keçir və bütün bunların fonunda əbədi dostluq haqqında müqavilə imzalanır. Məncə bu sənədin əsas siyasi mesajı məhz budur. İmzalanan sənəd illərdir mövcud olan dostluğun hüquqi və siyasi ifadəsidir.